Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban olan Allahın adıyla. Allahın izni ilə inşallah ki, biz bugün ömür barəsində danışacağıq. Allahın insana vermiş olduğu ən böyük nemətlərdən biri də insanın həyatıdır. İnsanın zamanıdır və ömrüdür. Və eyni zamanda insanların nankor davranmış olduğu ən böyük nemətlərdən də biri elə ömürdür. Görürsən ki, insanlar ömrə o qədər də diqqətlə yanaşmırlar və ömürlərinə qarşı nankor şəkildə davranırlar. Halbuki zaman, ömür yeganə nemətdir ki, digər nemətlər əlindən çıxmış olsa, onları geriyə qaytara bilərsən. Bir adamın misal üçün əlindən bir pul çıxsa, mümkündür ki, indi sabah işləyib daha çoxunu qazanar. Amma insanın ömrü belədir ki, hər ötən saniyəni heç bir zaman sən geriyə qaytara bilməzsən. Dünənki günü geriyə qaytara bilməzsən. Artıq o dünəndir. Nəyin də olsa sənin mümkün deyil ki, sən artıq onu geriyə qaytarasan. Mümkün deyil. Allah insandan istəyir ki, insan öz ömrünün qədrini bilsin. Və bilsin ki, bu nemət bir dəfə ələ düşür. Quran ki, insana xatırladır Ər-Rəhmən surəsində Kullu mən əleyhə fan, yer üzündə hər bir şey fanidir, müvəqqətidir. Həmin müvəqqəti olan şeylərdən də biri insanın ömrüdür. Bunları Allah insana niyə xatırladır? Bir yerdə də Əsr surəsində Allah buyurur ki, Vəl əsr, and olsun əsr zamanında ki, İnnəl insana ləfi xusur. İnsan ziyan içərisindədir. Bir qrup var ki, onlar ziyan içərisində deyil. Ayənin davamı deyir ki, həmin qrup insanlar ki, Allaha iman gətiriblər, yaxşı işlər görürlər, haqqı və bir-birlərinə səbri tövsiyə edirlər. Onlar ziyan içərisində deyil. Qalan hamı ziyan içərisindədir. Buna görə insan öz ömrü ilə doğru şəkildə davranmalıdır. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm buyururdu ki, bir kəlamında öz ömrünə varından da xəsis ol. Adam görərsən, məsələn, əlində biraz imkanı var, çox xəsisdir. Halbuki insanın xəsislik etməli olduğu yeganə mövzu onun zamanıdır, ömrüdür. Qalan heç bir şeydə insan gərək xəsis olmasın. Amma ömür elədir ki, orada gərək çox diqqətli olasın. Çünki geriyə qaytarmaq mümkün deyil. Əlindən çıxdısa, bitdi, getdi. Bir kəlamında da Həzrət Peyğəmbər sallallahu buyururdu ki, Əbu Zərə nəsihətləri var. Həmin nəsihətlərdən də biri buydu ki, ey Əbu Zər, işə başlamazdan əvvəl boş vaxtının, asudə zamanının qədrini bil. Elə belə onu keçirmə. Boş vaxtı deyib elə gedim, ora-bura sərf edeyim, yox. Zaman çox qiymətlidir. Allah insandan istəyir ki, insan öz həyatını keyfiyyətli yaşasın. Keyfiyyətli yaşamaq nə deməkdir? Keyfiyyətli həyat odur ki, öz həyatını Allahın razılığı üçün yaşayasan. Allah səndə nəyi görmək istəyirsə, həmin şeylərə sahib olmağa çalışasan və Allah səni necə görmək istəyirsə, elə olmağa çalışasan. İmam Əli əleyhissalam buyururdu ki, sən günlərin sayından ibarətsən. Sənin üçün ötən hər gün sənin bir hissəni aradan aparır. Yəni, hər ötən gün ki var, gün ötə-ötə sənin ömründən azalır. Sənin ömrün bitməyə doğru gedir. Görün, bir kəlamında Mövla Həzrət Əli əleyhissalam necə gözəl buyurur. Deyir ki, ağ saçlar xəbərdarlıq üçün kifayətdir. İnsan ki, saçı artıq ağarmağa doğru gedir, bu deməkdir ki, sənin zamanın azalmağa doğru gedir. Biz istəyirik ki, məsələn, bizə gəlib demirlər ki, Allah tərəfindən kimsə göndərsinlər ki, filan kəs, sənin ömrün artıq azalmağa doğru gedir. Elə olmur ki, Allah bizə nişanələrlə, əlamətlərlə göstərir ki, artıq həyatınız azalmağa doğru gedir.
Artıq yavaş-yavaş görürsən ki, saçın ağarmış olur. Sabah görürsən ki, məsələn, başqa cismində, bədəndə ayrı bir narahatlıq meydana gəlir. Sonra görürsən ki, biraz yeriyəndə biraz narahatlığın olur. Yavaş-yavaş görürsən ki, özün də artıq qəbullanmış olursan ki, artıq ömrün azalır. Allah insandan istəyir ki, insan bunları unutmasın və bilsin ki, Həzrət buyururdu ki, bilin ki, dünya çox hiyləgər və məkirli bir saraydır. Hər gün birini ərə gedər, hər gecə bir ailəni öldürər və hər saat birlikdə olanları bir-birindən ayırar. Yəni deyir ki, bilin ki, dünya çox məkirli bir yerdir və dünyanın vəfası yoxdur. Dünən gördüyün adamı, sağlam gördüyün adamı bugün görürsən ki, dünyasını dəyişir. Görürsən, adam xəstədir, hamı düşünür ki, bu artıq yəqin dünyasını dəyişəcək. Görürsən ki, o adam yaşayır, amma o adam ki, başqa adam, sağlam adam idi, hamı deyirdi ki, yəqin bu uzun müddət yaşayacaq. Görürsən ki, o qəfil dünyasını dəyişir. Çox belə qəribədir. Burada da Allahın hikmətləri var. Yəni, insan heç bir halına ümid eləyə bilməz. Hər bir hal dəyişkəndir. Bir söz var, qədimlərdə bir söz olub həmişə. Deyirdilər ki, xəstəlik nə qədər ağır olsa da, o qəti şəkildə ölümə işarə deyil. Yəni, bu o deməkdir ki, bir xəstə nə qədər xəstə də olsa, o qəti şəkildə öləcək, bu nəticəyə gəlmir. Ola bilər ki, o yaşasın. Və ardıca da deyildi ki, sağlamlıq nə qədər yaxşı bir şeyin işarəsi olsa da, sağlamlıq o deməkdir ki, sən hələ yaşayacaqsan, bu da sənin qəti şəkildə uzun müddət yaşayacağın anlamına gəlmir. Ola bilər ki, qəfil bir hadisə gəldi, dünyavı dəyişdi. Başqa bir hadisə gəldi, dünyavı dəyişdi. Allah insandan istəyir ki, insan bilsin ki, biz heç birimiz bilmirik, bizim ömrümüz neçə ildir. Bizimlə belə bir müqavilə imzalanmayıb, bilmirik nə qədərdir. Elə işin maraqlı hissəsi budur. Əmin ola bilərsiniz ki, bir çoxumuz bilsəydik nə qədər yaşayacağıq, onda da pis işlərimizdən əl çəkməzdik. Elə saxlayardıq ki, ömrümüzün son ilində tövbə eləyərik, sonra düzələrəm. Elə işin hikmət hissəsi budur ki, insan bilmir nə qədər fürsəti var. Nə qədər fürsəti olduğunu bilmədiyi üçün buna görə çox tələsməlidir. İmam buyururdu ki, təxirə salmayın. Təxirə salmaq deyir, həlak eləyən bir dənizdir. Sabah eləyərəm, sabah düzələcəm, sabahdan başlayacam. Bu sabahdan başlayacam ifadəsi bilirsiniz, artıq boş sözdür. Ya sabah olacaq, sən olmayacaqsan, onda necə olacaq? Kim sənə deyib ki, sən sabahı görəcəksən? Bir kəlam var, İmam əleyhissalam buyururdu ki, nə çox adam var ki, gecənin əvvəlində ona qibtə eləyirlər. Məsələn, deyirlər, filan kəsə qibtə eləyirlər. Deyir, gecənin sonunda isə sübhə yaxın olan hissədə onun üçün ağlayırlar. Yəni, o gecə sağlam gördükləri adam görürlər ki, sübhdə artıq dünyasını dəyişir. Yəni, həyat belədir, ömür bu cürdür və ömür çox sürətlə keçir. Quran deyir ki, qiyamətin günü kafirlərdən soruşulacaq ki, qalə kəm ləbistum fil ardı ədədə sinin. Onlara deyəcəklər ki, yer üzündə neçə il qaldınız, nə qədər yaşadınız. Onlar da cavab verəcəklər ki, bir gün yaxud günün bir hissəsi qədər. Onda buyururlar ki, qalə in ləbistum illə qalilə. Lap az bir zaman qaldınız. Ondan da az qaldınız. Yəni, olsun lap 100 il yaşa, yenə çox azdır. Bir göz qırpımı qədərdir. Həyat çox nisbidir. Bir göz qırpımında gəlir, keçir. Heç bilmirsən, haradan gəldi, haradan keçdi. Baxırsan ki, dünən, misal üçün, aprel ayı idi, indi artıq may ayının axırına daxil olmuş. Həyat çox sürətlə gedir. Bizim elə bil başımızı qatır hadisələr, biz unutmuş oluruq. Onlar deyir ki, qiyamətin günü, qalə in ləbistum illə qalilə, lap az bir zaman qaldınız. Ayənin ardı deyir ki, ləv ənləkum kuntum tə'ələmun, kaş biləydiniz. Allah insanın xəbərdar olması üçün insana həmişə nişanələr göndərir. Və qiyamətin günü Allah insandan sorğu-sual edəcək. Həzrət Peyğəmbər salavatullah buyurur ki,
qiyamət günündə bəndədən bu 4 sual soruşulmayınca o öz ayağını yeridən qaldıra bilməz. İnsandan soruşulacaq ki, öz ömrünü necə sərf elədin? Nəyə sərf elədin öz ömrünü? Sonra soruşulacaq ki, öz gəncliyini necə keçirdin? Harada keçirdin? Nəyə sərf etdin? Baxın, ömrünü bir soruşur, gəncliyini ayrı soruşur. Çünki gənclik ömrün ən yaxşı hissəsidir. Buna görə gəncliyini də ayrıca soruşur. Sonra da soruşacaq ki, bu sərvətini haradan qazandın, haraya xərclədin? Hesab kitab var da. Sonra soruşulacaq ki, Əhl-i Beytə məhəbbəti barəsində. Yeri gəlmişkən qeyd eləyək ki, bugün Ağa İmam Baqir əleyhissalamın şəhadət günüdür və bizim hər birimizin məsuliyyətidir ki, üzürlü hesab olunmayacaq bir mövzudur ki, biz Əhl-i Beyt əleyhissalamın şad günlərində şadlanmalıyıq, qəmli günlərində də qəmlənməliyik. Bizim nicatımız ondadır. Bizim Əhl-i Beytdən başqa Allahın bizə vermiş olduğu ən üstün nemət bizim üçün Əhl-i Beyt əleyhissalamdır. Yəni onların da həyatlarında olan əlamətdar günlərə biz məsuliyyətdən yanaşmalıyıq. Fikrimdən çıxdı olmasın. Ola da bilməz. Burada adamı üzürlü hesab eləməzlər. Ağa İmam Əli əleyhissalam buyurdu ki, yaxşılıqların ən yaxşısı bizi sevməkdir. Bizi sevmək, yəni o da yox, sadəcə sevirəm, əməldə bunu göstərəsən. Pisliklərin də ən pisi bizi düşmən sanmaqdır. Buna görə Əhl-i Beyt əleyhissalama məhəbbətimizi iddia ediriksə, onların məclislərində bu məhəbbət özünü göstərməlidir. Yox, mən sizi sevirəm, amma gəlib məclisində iştirak eləmirsən. Mən sizi sevirəm, amma xəbərin yoxdur ki, bugün sənin imamının şəhadət günüdür. Bu qəbul olunmaz. Belə sevmək olmur. Sevmək odur ki, sevdiyi əməldə göstərəsən. Və bizim Əhl-i Beyt əleyhissalamı sevmək vəzifəmizdir. Allah Mütealın insan üçün Quranda danışdığı mövzulardan biri də budur ki, insan həyatın heç bir halına güvənməsin. Bilsin ki, bu çətin halda keçəcək. Bilsin ki, yaxşı halda keçəcək. İnsan yəni bunu bilsin, mənim yaxşı günümdə olacaq, pis günümdə olacaq. Yaxşı gündə bil ki, bu da müvəqqətidir. Pis gündə bil ki, bu da müvəqqətidir. Hətta Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm Uhud döyüşündə ki, müsəlmanlar məğlub oldular. Məğlub olandan sonra bir qism başladı ki, öz aralarında danışmağa. Bəs necə oldu, məğlub oldunuz, Allaha güvənirdiniz. Bəs necə oldu, siz məğlub oldunuz, müşriklər qalib gəldi. Halbuki Peyğəmbər sallavatullahın dediyini əgər icra eləsəydilər, məğlub olmazdılar. Təni etməyə çalışırdılar. Allah Quran-ı Kərimdə ayə nazil elədi. Ali İmran surəsinin 140-cı ayəsi. وَتِلْكَ الْأَيَّامِ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ. Allah buyurdu ki, o günləri biz insanların arasında növbələşdiririk. Hansı günləri? Yəni məğlubiyyət və qələbə günlərini. Yəni siz bugünkü məğlub olmuşsunuz. Bu demək deyil, siz elə məğlub olacaqsınız. Sabah qalib gələcəksiniz. Yəni həyat budur. Bir gün ola bilər məğlub olasan, bir gün qalib gələcəksən. Yəni burada çox xüsusi nəsə yoxdur, təbiidir. İndi bu ayənin bizim üçün də mənası budur ki, bizim də həyatımızda bu cür şeylər olur. Elə olur ki, görürsən ki, bir gün istəmədiyin şey olur, sonra bir gün istədiyin şey olur. İndi həyatdır, növbəli şəkildə olur. Həyatda hər şey növbələşmiş olur. Heç bir hal daimi olmur. Allah ise insandan istəyir. İndi həyat ki, belə davam edir, insan bu davam edən hadisələrin fonunda həyatını unutmasın, ömrünü unutmasın. Ömür ən önəmlidir. Ömrünü insan keyfiyyətli yaşasın. Necə keyfiyyətli yaşasın? Allah istəyən kimi yaşasın. Çalışsın insanlara yaxşılıq eləsin, Allahın ən əsas itaət və ibadətində layiqli şəkildə onları yerinə yetirməyə çalışsın. Bunlar əsasdır. Bunlar olandan sonra həyat keyfiyyətlidir. Bunlar olmayandan sonra həyatın da bir mənası yoxdur. İndi bu ibadətlərin mənası nədir? Namaz, oruc, xums, zəkat. Bütün ibadətlərin mənası budur ki, biz öz ömrümüzü keyfiyyətli yaşayaq. Boş-boşuna yaşamayaq.
Allah bizi o qədər çox istəyir ki, bizə Qur'an-ı Kərimdə həyatımızı necə yaşasaq keyfiyyətli olar, hər bir şeyi xəbər verir. Və necə yaşasaq bizim həyatımız keyfiyyətsiz olar, onu da xəbər verir ki, o şeylərdən uzaq qalın ki, onlar sizin həyatınızı korlayacaq. Və siz baxsanız, insanın öz ömrünün fərqində olmamasının bir səbəbi nədir? Günahlarıdır. Günah insan həyatını zay edir. Və həm də günah elə bir şeydir ki, elə onlara başın qarşında gözün açıq görürsən ki, fürsətin qalmayıb. Səni artıq çiyinlərdə aparırlar. Elə deyirsən ki, məsələn, gözlüyün, hara gözlüyünü aparıb bastıracaqlar. Mümkün deyil də, yəni sənin dayanmağın. Orada artıq gecdir. Amma bütün ibadətlər bizə nəyi xatırladır? Məsələn, məsumlarımız buyurur ki, namazı elə qılın ki, elə bil axırıncı namazınızdır. Bu namazı qıldın, artıq dünyavi dəyişəcəksən. Elə bil axırıncı fürsətindir. Bütün ibadətlər, hər biri bizə bunu xatırladır ki, elə bil axırıncı anımızdır. Ömrünüzün qədrini bilin, həyatınızın qədrini bilin, fürsətinizin qədrini bilin. Ola bilər ki, bu fürsət bir daha əlimizə düşmədi. Allahdan istəyir ki, Allah mütəal bizi Qur'an və Əhl-i Beyt əleyhissalamdan ayrı salmasın. Allahdan istəyir ki, Allah bizə bu dünyada məsumlarımızın ziyarətini, axirətdə də şəfaətini nəsib eləsin. Allahdan istəyir ki, Allah mütəal bizi öz gözümüzdə kiçiltməmiş, başqalarının gözündə ucaltmasın. İtaət və ibadətlərimizin qəbulu üçün, zəmanənin imamının salamatlığı üçün Peyğəmbər və Ali Peyğəmbərə salavat zikr edək.